Real intervyu efirdədir. İsrail Müdafiə Qüvvələri İran ərazisindəki strateji hədəfləri zərbələr endirməkdə davam eləyir. İran cavab olaraq İsrailə qarşı növbəti hücum dalğası başlayıb. İran Silahlı Qüvvələrinin baş qərargahı İsrail zərbələri nəticəsində baş qərargah rəisinin 2 müavininin həlak olması barədə məlumat yayıb. Bu mövzunu millət vəkili Bəhruz Məhərrəmovla birlikdə müzakirə edəcəyik. Salam Bəhruz müəllim, xoş gördük sizi. Bəhruz müəllim, bilirik ki, artıq bu belə də ki, gərginlik qarşılıqlı olaraq bir münaqişə halına keçibdi, belə deyək. Daha hansı formatda İranın sərt cavabı olacaq? Çünki ötən gündən etibarən İran bir mesaj verdi ki, cavab çox sərt olacaqdı. Ümumiyyətlə, geniş miqyaslı müharibə gözlənilirmi tərəflər arasında? Əlbəttə, bu suallara cavab vermək üçün aidiyyatı dövlətin plan hədəflərini müəyyənləşdirmək, bilmək, proqnozlaşdırmaq vacibdir və bu da həmin dövlətlərin daxili məsələləridir. İndiki halda bəşəriyyəti daha çox narahat edən, o cümlədən Azərbaycanı daha çox narahat edən münaqişənin qeyd etdiyiniz formatda inkişafıdır. Yəni, münaqişənin genişlənməsi və münaqişənin daha çox əhatəli əraziləri əhatələməsidir. Azərbaycan Xarici İşlər Nazirliyində dünən yaydığı bəyanatda da ifadə olunduğu kimi Azərbaycan Respublikası baş verən hadisələrdən ciddi şəkildə narahatdır. Və biz BMT məqsədlərinin aliliyinin təmin olunmasının tərəfdarıyıq. Burada dövlətlərin hər ikisi bizim üçün kifayət qədər münasibətlərimizin yüksək səviyyədə olduğu müəyyən mərhələlər qət etdiyimiz münasibətlərə malik olduğumuz dövlətlərdir. Biz hər iki tərəfdə itkilərin olmasını arzulamırıq. Bizim özümüzün ali məqsədlərimiz də istənilən münaqişənin, xüsusən beynəlxalq münaqişələrin hərbi yolla, müharibə yolu ilə həllidir. Və bu mənada əslində bugün daha çox bəşəriyyətin diqqəti proqnozlaşdırmalara yox, daha çox hesab edirəm yönəlməlidir. Münaqişənin qarşısının alınması və yaxud arada olan o münasibətlərin dinç yolla həllinə istiqamətlənmək və bu istiqamətə hər iki dövləti bu istiqamətə təşviq etmək. Aydındır. Ümumiyyətlə bilirik ki, müharibədən əlavə tərəflər arasında belə deyək ki, bir-birinə ittihamlar da irəli sürülür. İranlı məmurlardan biri bildirib ki, İran İsrailə hücumlarını gücləndirəcək və onu müdafiə etməyə cəhd edən istənilən ölkənin bazalarını hücum edəcəkdir. Sizcə bu ritorik bir yanaşma deyilmi? Buna görə ümumiyyətlə İran Amerika Birləşmiş Ştatlarının yaxın şərqdəki hərbi bazalarını vura bilərmi? Bilirsiniz, münaqişə tərəflərinin ritorikalarında bu kimi hədələyici elementlər və s. bunlar adətən müşahidə olunan elementlərdir. Amma istənilən halda tərəflər nə qədər bir-birini qıcıqlandıran ritorikadan geri çəkilsələr, bir o qədər yaxşı olar. İndiki halda mövcud vəziyyətdə müharibə heç kəsə mütləq qələbə nəsib etmir. Müharibə yalnız siyasi istiqamətlərlə birlikdə birləşdikdə, ədalətli məqsədləri daşıdıqda, eyni zamanda dövlətin özünün ali məqsədləri beynəlxalq humanitar hüquq, BMT nizamnaməsi olduqda ədalətli müharibəyə çevrilə bilir. Məsələn, Azərbaycan bilirsiniz ki, öz ərazisini işğaldan azad edərkən bir mənalı şəkildə beynəlxalq hüquqa söykənmişdi, bir mənalı şəkildə beynəlxalq humanitar hüququ rəhbər tutmuşdu və bu mənada Azərbaycanın atdığı addımlar hərbi siyasi qələbəsi heç bir formada şübhə doğurmadı və bir mənalı zəfərə gətirib çıxartdı. İndiki halda əlbəttə kimin tərəf ədalətli, kimin ədalətsiz, kimin haqlı, kimin haqsız olmasını dilləndirmək, dilə gətirmək və bu istiqamətdə mövqe bildirmək o qədər də praqmatik olmaz. Amma ən doğru məqam indiki halda bütün dünyanın səfərbər olaraq onsuz da gərgin bir vəziyyətdə olan yaxın şərqin, orta şərqin yeni bir müharibə ocağına ev sahibliyi etməsinin qarşısını almaqdır. Bilirsiniz ki, BMT yaranarkən, BMT preambulasında elə ilk olaraq qeyd olunur ki, artıq 2 dəfə bəşəriyyəti dillə ifadə edilə bilməyəcək bəlalara gətirib çıxarmış müharibələrin qarşısını almaq. Bu deməkdir ki, bugün kifayət qədər antagonist qütblərdə olan, münasibətlərdə olan İran və İsrail arasında müharibə yalnız 2 dövləti əhatə edəcək, 2 dövlətin formatı ilə kifayətlənəcək bir potensiala malik deyil. Bu bütövlükdə qütblər arası ziddiyyətə, qütblər arası qarşı durmaya çevrilə bilər və burada istər qonşu ölkələr, istər bütövlükdə regionda marağı olan ölkələr, nəqliyyat infrastrukturları, bütövlükdə iqtisadi infrastrukturlar zərər görməklə bu ümumilikdə dünya iqtisadiyyatının müəyyən mənada ciddi zərbələr almasına gətirib çıxara bilər. Bu mənada indiki məqamda bir daha yeganə çağırış, yeganə istiqamət
bir an öncə tərəflərin masaya oturulması və bir an öncə beynəlxalq hüququn rəhbər tutulmasıdır. Yeri gəlmişkən, belə məqamlarda BMT niyə, belə deyək ki, operativ bir reaksiya vermir? Əslində BMT lazım olduğu məqamlarda kifayət qədər operativ reaksiyalar verə bilir və bu da BMT-nin Təhlükəsizlik Şurasının əslində daha çox selektiv metodlara kökləndiyini və məqsədli şəkildə selektiv fəaliyyət göstərdiyini göstərir. Təsadüfi deyil ki, artıq ayrı-ayrı dövlət başçıları, o cümlədən möhtərəm cənab prezident, həm Azərbaycan prezidenti eyni zamanda qoşulma hərəkatının sədri qismində kifayət qədər bu istiqamətdə sərt bəyanatlara səsləndirib və bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri artıq konkretləşməlidir. Bu, kiminsə iradəsinə, kiminsə mərhəmətinə möhtac qalmamalıdır. Bilinməlidir ki, BMT Təhlükəsizlik Şurasının artıq qətnaməsi varsa, həmin qətnamənin icrası üçün hansı mexanizmlər işlək olacaq. Təəssüflər olsun ki, bugünə qədər konkret mexanizmlər olmayıb, yaxud dövlətlərin, ayrı-ayrı dövlətlərin bu iradəsinə buraxılıb və belə olan halda da müharibələr daha çox dövlətlər arasında mübahisələri və münaqişələrin həll üsulu kimi yox, daha çox qütblərin maraqlarının təmini üsulu kimi çıxış etməyə başlayıb. İndiki məqamda bəli, BMT-nin əlbəttə davranışları, BMT-nin ixtisaslaşmış qurumlarının proseslərə və dövlətlər üzərində təsir imkanlarına malik olmaması və yaxud bu özünün bunda çox da maraqlı görünməməsi sadəcə təəssüf doğurur. Bir daha deyirik, münaqişənin hələ ki tərəflərin qarşılıqlı olaraq daha çox hərbi və aidiyyatı ixtisaslaşmış istiqamətlərə yönəldiyinin, zərbələrin daha çox hərbi və mübahisə doğuran obyektlərə yönəldiyinin biz şahidlik edirik. Amma müharibənin əgər miqyası genişlənərsə, burada beynəlxalq humanitar hüquq qaydaları da ikinci plana keçəcək. BMT nizamnaməsinin tələbləri də beynəlxalq hüququn tanınmış normalarının əksini tapan prinsiplər də. Bunlar hamısı sonraki planlara keçə bilər. Əgər o müharibə etirazları qızışarsa və tərəflər artıq bir-birinə ritorikanı daha da sərtləşdirərsə. İndiki məqamda bir daha qeyd etdiyiniz kimi o BMT-nin mexanizmlərinin lazım olan, gözlənilən formada effektiv və təsirsiz, effektiv olmaması və təsirsiz olması bu sadəcə təəssüf doğurur. Aydındır. Bəhruz, mən bir məqamda soruşmaq istəyirəm. Əslində bu məsələyə Trumpın mövqeyi biraz belə qəribə oldu, necə deyərlər. Çünki o qeyd etdi ki, İsrailin İrana həmlələri mükəmməldir. Belə olan təqdirdə də İranın BMT-dəki nümayəndəsi qeyd elədi ki, ümumiyyətlə bu məsələdə Amerika Birləşmiş Ştatlarının birbaşa əli var. Siz necə düşünürsünüz? Ümumiyyətlə, İsrailin yaxud İranın tək başına öz bölgədə digər maraqları nəzərə almadan hərəkət etməsi o qədər də inandırıcı görünmür. Amma indiki halda Amerika Birləşmiş Ştatlarının birbaşa rolu var ya yox, bu barədə danışmaq, bəyanat vermək çətindir. Amma ən azından Donald Trumpın özünün dilindən biz eşitmişik ki, məsələ ilə bağlı öncədən xəbərdar idi. Bu əslində bəzi məqamlar barədə düşünməyə əsas verir. Amma istənilən halda, istənilən münaqişə heç bir formada, heç bir marağın təmini üsulu kimi çıxış edə bilməz və yaxud hansısa formada müəyyən uğur qazansa da bu mütləq şəkildə uğur hesab edilə bilməz. Əlbəttə, indiki məqamda yalnız və yalnız ayrı-ayrı dövlətlərin, İsrailin və yaxud İranın yanında olan dövlətlərin bir mənalı şəkildə yalnız sülh ritorikası və münaqişə tərəflərini masaya dəvət etməsi ritorikası daha faydalıdır, nəinki hansısa hərbi əməliyyatların uğurları barədə danışmaq. İstənilən hərbi əməliyyatın uğuru onun arxa planda uğursuzluğu fonunda müşahidə olunur. Bir daha deyirəm, bir şərtlə ki, hədəfdə milli maraqlar olmasın, bir şərtlə ki, hədəfdə beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsiplərin təmin olunması dayanmasın. İndiki halda əlbəttə ki, İsrail-İran münaqişəsində bu prosesləri araşdırmaq, bir daha deyirəm, kimin haqlı, kimin beynəlxalq hüquqa söykənib, söykənmədiyini müəyyən etmək bu BMT çərçivəsində müzakirə olunacaq məsələlərdir. Biz kifayət qədər bu məsələlərdə həssas davranmalıyıq. Elə Azərbaycan olaraq da hər iki dövlətlə kifayət qədər yüksək münasibətləri olan beynəlxalq subyekt olaraq da həssas davranmalıyıq və Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycan dövlətinin bununla bağlı bəyanatı hesab edirəm ki, yaxın ətrafda bütövlükdə BMT çərçivəsində, BMT üzv dövlətlər arasında verilən ən optimal, ən praqmatik bəyanat oldu. Biz, bilirsiniz ki, konstitusiyon olaraq ümumbəşəri dəyərlərə sadiqik, bütün dünya xalqları ilə sülh,
əmin-amanlıq, dostluq şəraitində yaşanılmasının tərəfdarıyıq. Biz münaqişələrin həlli üsulu kimi müharibələri rədd edirik. Biz başqa dövlətlərlə münasibətləri beynəlxalq hüququn ümumi tanınmış prinsiplərinə əsasən qururuq və təbii ki, indi biz burada İsrail və İranı dostluğa çağıra bilmərik. İndiki məqamda bu çox mürəkkəb yanaşmadır. Amma ən azından beynəlxalq hüququ hörmətlə yanaşmağa, beynəlxalq hüququn ümumi tanınmış prinsiplərini rəhbər tutmağa və münaqişəli vəziyyəti müharibə yolu ilə həll etməməyə çağırırıq və hesab edirəm ki, bu mənada Xarici İşlər Nazirliyinin bəyanatı və ifadə etdiyi narahatlıq əslində beynəlxalq hüquqa ilk növbədə hörmətin ifadəsidir. Bəhruz müəllim, biz bilirik ki, hal-hazırda tərəflər arasında münasibətlər çox gərgindir. Bir-birlərinin hərbi obyektlərinə zərbələr endirirlər, mülki şəxslər hədəfə alınır. Hətta biz az öncə qeyd elədik ki, ümumiyyətlə İranın baş qərargah rəisinin 2 müavini belə deyək ki, öldürülüb. Bundan öncə isə deməli hava hücumundan müdafiə qoşunlarının qərargah komandanı, sepah rəhbəri və digərləri belə deyək ki, öldürüldü. Bir tərəfdən də məsələn digər ölkələr, içi də Azərbaycan qarşılıq tərəfləri sakit olmağa çağırır. Ümumiyyətlə, amma biz baxırıq ki, gündən-günə bu münasibətlər daha da bir gərginləşir. Hansı məqam, hansı vəziyyət tərəfləri nisbətən yumşalda bilər? Yəni tərəflər arasındakı bu məsələnin bu qədər belə deyək ki, qabardılmaması, müharibəyə gətirib çıxardılmaması üçün hansı addımlar atıla bilər? Əslində dialoq yolu ilə həll edilməyəcək məsələlər yoxdur. Və indiki məqamda bir-birindən kifayət qədər uzaq sərhədlərdə, yəni birbaşa təmas xətti olmayan İran və İsrail arasında da dialoqun tapılması, dialoq yolu ilə uğurların əldə edilməsi mümkündür. Nəzərə alaq ki, bugünə qədər bu və ya digər formada dolayısıyla birbaşa İsrail-İran arasında olmasa da müəyyən qarşılıqlı səbir, təmkin nümayiş olunub. Və indiki məqamda əgər bütövlükdə bu hərbi əməliyyatların hər hansı tərəfdən aparılması yox, həmin tərəflərin, həmin əməliyyatların dəstəklənməsi yox, həmin tərəflərin sülhə, sabitliyə çağırılması daha effektiv rıçaqlarla müşahidə olunarsa, bu effektiv rıçaqlar nədir? Bunu da mən hesab edirəm ki, ayrıca müzakirə etmək lazımdır və hansı formada həmin dövlətlərin müstəqillik və suverenlik tandemləri çıxmaqla onların iradəsinə müsbət mənada təsir etmək mümkün olarsa, yalnız bu halda hesab edirəm ki, o ritorikadan çəkinmək, indiki o hərbi münaqişə addımlarından çəkilmək, müharibə cəhdlərindən çəkinmək yalnız o halda mümkün ola bilər. Bir daha deyirik, müharibə nə İran tərəfə, nə İsrail tərəfə bugün müsbət heç nə vəd edə bilməz. İndiki halda ən yaxşı halda biz hesab edirik ki, bu ümumbəşəri dəyərlər üçün böyük təhdiddir. Tərəflərin bir-birini hədəf alması, istənilən halda dinc insanlar üçün ciddi problemlərə gətirib çıxarır, beynəlxalq humanitar hüquq qaydalarının pozulmasına gətirib çıxarır və istənilən halda ritorikanın sülhə istiqamətlənməsi bir-biri ilə birbaşa təmas sərhədləri olmayan, təmas xətti olmayan dövlətlər arasında müəyyən qarşıdurmanın qarşısının alınması istiqamətində müsbət amil kimi çıxış edə bilər. Bir məsələni soruşmaq istəyirəm. Ümumiyyətlə, indiki halda İsrail-İran münasibətlərinin bu qədər gərginləşəcəyi gözlənilir-mi? Düzdür, indi vaxtı ilə ümumiyyətlə hər zaman belə deyək ki, bunlar arasında müəyyən bir gərginliklər yaşanıbdır, amma ümumiyyətlə bu səviyyəyə gətirib çıxarılacağı gözlənilirdi-mi? Hazırlıqlar gedirdi-mi yəni? Əslində, bunu da əlbəttə başqa dövlətin yerinə cavablamaq çətindir, amma ümumi konfigurasiyaya baxsaq, İranın yaxın şərqdəki mövqelərini itirməsi, yəni Livanda baş verənlər, Suriyada baş verənlər, oradakı proksi qüvvələrin öz effektivliyini itirməsi və bir müddət öncə artıq o sınaq xarakterli qarşılıqlı hücumların olması təbii ki, bu münaqişənin kulminasiyasının olacağına işarə verirdi, amma bunu bu tezlikdə baş verəcəyi o qədər dağlabatan görünmürdü. İndiki halda vəziyyət həqiqətən də proqnozlardan fərqli istiqamətdə gedə biləcək bir situasiyaya gəlib çıxıb. Bu mənada əlbəttə ki, baş verənlər sabah baş verəcəklər, bu ciddi narahatlıq doğurmaqdadır. Son olaraq bir məqamda soruşmaq istəyirəm. Deməli, bir tərəfdə Rusiya, Ukrayna, digər tərəfdə Pakistan, Hindistan, düzdür, Pakistan-Hindistan cəbhəsində necə deyirlər, biraz sakitlikdir. Digər tərəfdən də İsrail, İran. Ümumiyyətlə, bu, belə deyək ki, bu üç ayrı-ayrı bir məsələn bölgələrdir, ayrı-ayrı ərazilərdir. Ümumiyyətlə, indiki məqamda bunların bu vəziyyətini necə dəyərləndirmək olar? Əslində, bu vəziyyət həm də Azərbaycana aydın baxışı
imkan verir. Xatırlayırsınız, 2 il əvvəl möhtərəm cənab prezident Şuşadan bəyanat verdi və bildirdi ki, Azərbaycan təhlükəsizlik adasıdır. Baxın, doğrudan da bizim birbaşa sərhədlərimizdə artıq iki münaqişə yox, hətta çox ciddi müharibə ocağı var və müharibə aparan tərəflərin ən azı hər iki tərəfdə biri nüvə silahına sahibdir. Belə bir məqamda, belə bir coğrafiyada sülhü, sabitliyi təmin etmək, belə bir coğrafiyada işğala, təcavüzə son qoymaq, belə bir coğrafiyada təhlükəsizlik ocağı rolunu oynamaq, bu həqiqətən də böyük siyasətin, ciddi siyasətin nəticəsidir. Baxın, artıq beynəlxalq aviasiya daşımaları alternativ olaraq yalnız Azərbaycanın təhlükəsiz hava məkanını seçdilər. Və bu mənada baş verənlər əlbəttə ki, qütblər arası ziddiyyətin dərinləşdiyini, eyni zamanda dünyada qlobal qütblərin ayrıcı xətləri daha da genişləndirdiyini göstərir və bu sadəcə təəssüf doğurur. Amma eyni zamanda Azərbaycan insanı üçün də bir çağırışdır ki, baxın, sərhədlərimizdən dərhal sonra artıq müharibə ocaqlarıdır. Cənubi Qafqaz kimi mürəkkəb bir coğrafiyada sabit, təhlükəsiz şəraitdə yaşamaq bu sözün əsl mənasında böyük nemətdir və bu mənada Azərbaycan insanı, Azərbaycan vətəndaşı bax bu faktı doğru qiymətləndirməlidir. Bilirsiniz, qarşıdan da 15 iyun Milli Qurtuluş günü gəlir. Bax, Milli Qurtuluşdan doğan və Cənab İlham Əliyev tərəfindən bu bizi qalib kimi yaşamağa, qalib kimi düşünməyə gətirib çıxaran bu situasiyaya görə biz əlbəttə ki, minnətdar olmalıyıq. Aydındır. Çox sağ olun, təşəkkür edirəm. Sizə qeyd edim ki, biz İsrail-İran arasındakı gərginliyi müzakirə etdik. Qonağımız isə millət vəkili Bəhruz Məhərrəmov idi.